Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Socarlın prezidenti Rövşən Nəcəf sosial şəbəkə hesabında paylaşım edib. Oxu24.com xəbər verir ki, Rövşən Nəcəf Prezident İlham Əliyev tərəfindən təqaüd verilən Bakı Ali Neft Məktəbinin tələbələrinin adlarını açıqlayıb və onları təbrik edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-2026 tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə prezident təqaüdünün verilməsi haqqında sərəncamına əsasən, bu il prezident təqaüdünə layiq görülən 102 tələbədən 36 nəfəri Socarlın Bakı Ali Neft Məktəbində təhsil alır. BAMNİN prezident təqaüdçülərinin ixtisas bölgüsü aşağıdakı kimidir: İnformasiya təhlükəsizliyi, 11 nəfər kimya mühəndisliyi, 8 nəfər maliyyə yeni ixtisas, 12 nəfər biznesin idarə edilməsi, 2 nəfər kompüter mühəndisliyi, 2 nəfər kompüter elmləri, 1 nəfər